Bizim bir dənə müşkülümüzü həll edən var, o da Allahdır. Bizim bir dənə ruzi verənimiz var, o da Allahdır. Bizə bir dənə şəfa verən var, o da Allahdır. Allah, sən həll edə bilərsən. Bitdi. Allahım, bütün müşküllərimizi həll edən sənsən. Səndən başqa kim həll edə bilər ki? O niyyətindən bilirəm ki, heç kəsə ümid bəsləm. Niyyətindən bilirəm əlbəttə. Mən bunu tanıyıram artıq. Bu bəndə seçilmiş pəllədir. Bütün aləm üst çevirsə də belə ki, yəni bunun həlli yoxdur. Çıxış yoluna açın. Bütün qapılar bağlansa da ümidsiz olma. Buna deyirlər. Yəni sıxılmayasan, Allah var. Ey o Allah ki, bütün təbiblər dedi bunu aparın, amma sən dedin mən dedim. Amma əgər bir insan mənə yox, başqasına ümid bəsləsin, bilirəm niyyətini. Niyyətindən bilirəm bunu. Bunu da tanıyıram. Bütün məsələləri həll olsa da belə, bütün qapılar onun üzünə açıq olsa da hamısı bir bağlayacaq. İşi düzəlməyəcək. Olmayacaq. Allahın bundan xoşu gəlmir ki, gedəsən o qapının bir 100 dənə qapı döyəndən sonra axırda gələsən Allahın qapısını döyəsən. Əlbəttə döysə inatacaq. Əgər Allaha deyil, başqalarına ümid bəsləsə, bütün qapılar bağlanır. Bütün qapılar bağlanırsa, ona ümid bəsləsə,